görək necə durursunuz. Çox gözəl. Bir də otur, bir də dur. Aha, dur. İndi zəhmət olmasa o tərəfə get, bu tərəfə gəl. İndi qaydın geri. Yaxşıdır, yaxşıdır. Gəlin. Aha. Aha, dayanın. Əlləri qabağa uzadın. Əlindəki əsmələr əvvəlkindən çox azalır, çox. Əllərinizi yumun açın. Aha, parmaqlarınızı belə edin. Qollarınızı yuxarı qaldırın. Çox gözəl. Qabaq qol qalxmırdı. Bir də qaldırın qollarınızı yuxarı. Aha, çox gözəl. Həm də şəkər xəstəliyi var. Yanaşı insülin vurdururdu. Artıq insülin vurmursunuz. Müalicədən sonra tabletka qəbul edirsiniz. Qolunuzu heç qaldıra bilmirdiniz yuxarı. Yok, bırakmadı, ağzımı apara bilmirdim. İndi rahat aparabilirsiniz. Saçınızı daraya bilirsiniz. Saçınızı düzəldə bilirsiniz. Aha, əliniz yuxarı qalxmırdı. Bəli, bəli, qalxmırdı. Otura bilmirdim buradan. İndi hansı dəyişikliklər var? Bilmirdi. Özü otururdusa güclə heç dura bilmirdi. Geriyə bilmirdim doktor. Hı. Deyir mən nə qədər 70% yaşlıdır. Nə qədər ayağımı sürsəm də bacarmırdım, hoppanırdım, ayağımı yerə basamırdım. İndi yox, 70% yaxşıyam bunlardan. Yuxunuz necədir? Biraz yoxum, pozğun. Pozğunluğu var. Amma heç səhərəcən yatmırdım, pastel uzanmırdım, otururdum. Yata bilmirdiniz. Kürəz, boynunuz ağrıyırdı. Ən çox da bu qolunuz çox ağrıyırdı. Qolunuzun harasından verirdi ağrını? Buradan verirdi. Yuxarıdan azca gəlsə də əsas bax, bu nahiyəmi idi, belə ki, olsa. Yadımdadır ki, əsas bu hissəniz çox ağrıyırdı. Həm də qol qalxmırdı, ümumiyyətlə qalxmırdı yuxarı. Heç oturamırdım, qalxa bilmirdim. Kimsə məni geydirməli idi, kimsə məni qaldırıb uzandırmalı idi, oturtmalı idi. İndi şükür Allah onlardan xeyirlə baxın. Bəli, hələ biz tam müalicə etməmişik, biraz gecikdiniz, oktyabrda gəlməliydiniz. Bu xəstəlik sinir sisteminin bilirsiniz də tədricən artan bir kronik xəstəlikdir. Amma integrativ tibb üsulları ilə qeyd edim ki, kimyasız dərmanlarla apardığımız müalicələrdən həm də müsbət dinamika aşkarlanır. Demimiz nədir? Xəstə özü-özünə qulluq eləyə bilsin. Kimdənsə bizim işlətdiyimiz preparatdan xəstənin öz daxili resursları, öz imkanları daxilində olan müalicədir. Çünki burada biz kimyəvi dərmanlar işlətmirik. Doktor xanım neçə ilin Parkinson xəstəsidir? Neçə ildir sizdə Parkinson xəstəliyi var? 2017-dən. 2017-dən varsa, hardasa 9 ildir Parkinson xəstəsidir. Bu xəstəlik tam sağalmasa da remisiyanı ala bilək. Xəstə özünə qulluq eləmək var. Nə yaxşıdır, bugün özün qalxdın, oturdun, durdun, düzdür. Məndə əvvəlki görüntülər var da, oturub dura bilmirdiniz. Əlinizi qaldırmalıydı. Bəli. Bax, görürsünüz nə yaxşıdır. Ən gözəl şey nədir? İnsanın sağlamlığı. Bundan gözəl şey həyatda ola bilməz. Allah sizi qorusun. Allah sizə də can sağlığı versin. Siz də bizi qoruyun.